benim adım Yuxuandır, Azərbaycanca adım Tameladır. Artıq bir ildir ki, bu Azərbaycan Dili Kafedrasında işləyirəm və Pekin Xarici Dillər Universitetinin Azərbaycan Dili İxtisası üzrə bakalavr pilləsini, sonra isə Xəzər Universitetində Azərbaycan dilçiliyi üzrə magistratura pilləsini bitirmişəm. Artıq 7 ildir ki, Bu video təsadüfən qarşıma çıxdı. Çinli bir xanım Azərbaycan dilində müsahibə verirdi. Ancaq necə danışırdı? Sadəcə heyran qaldım. Ən çox diqqətimi çəkən xanımın söz bazasının geniş olması idi. Özünü elə sərbəst bir şəkildə ifadə eləyirdi ki, nə həyəcan var idi, nə çaşırdı. Çünki söz bazası, sinonim bazası çox geniş idi. Bizim belə aktiv lüğət bazamızda istifadə eləmədiyimiz bir çox sözü istifadə elədi. İstər-istəməz bu xanımı özümüzlə müqayisə etməyə başladım. Biz danışarkən parazit səslərdən, parazit sözlərdən hələ də qurtula bilmirik. Necə deyərlər, necə deyim ki, yəni bu kimi sözlərdən çox istifadə edirik. Bizim danışmağımıza mane olan, nitqimizdə parazit səslərə və sözlərə yer verən söz bazamızın az olmasıdır. Biz xarici dilləri öyrənərkən maksimum daha çox söz öyrənməyə çalışırıq ki, kasıb söz bazamızdan çaşbaş qalmayaq. Amma bu diqqəti ana dilimizə göstərmirik. Söz tapa bilmirik, nəticə olaraq həyəcanlanırıq, özümüzü itiririk. Demək olar ki, davamlı olaraq eyni sözləri fırladaraq özümüzü ifadə edirik. Ancaq bu Çinli xanım bizim ana dilimizdə mükəmməl səviyyədə danışır. Özü də deyir ki, gələcəkdə Azərbaycan dili müəllimi olmaq istəyir. Düşünürəm ki, dil doğulmaqla deyil, ona dəyər verməklə, sevgi və zəhmətlə gözəlləşir. Gəlin ana dilimizdə sadəcə danışmayaq, onu hiss edək və özümüzü ana dilimizdə ən gözəl şəkildə ifadə etməyə öyrənək.